Salam hörmətli abituriyentlər. Sizə imtahanda, qarşıdan gələn imtahanda uğurlar arzulayıram. Və sizlərlə bu günlərim funksiya bəhsinin təkrarını eləmək istəyirəm. 30 sual və funksiya aid bütün sualları əhatə edir. Yəni, bu videoya baxsan, funksiya bəhsini tamamilə başdan ayağa təkrar eləmiş oluruq. Onu da başlayaq birinci sualımızdan. Birinci sual. A kvadrat çıx 4'a çıx 12 x üstə yanılsın a kvadratı çıx 4 funksiyasının qrafiki yalnız birinci, ikinci rüblərdən keçirsə a-nın qiymətini tapın. Sual bundan ibarətdir. Uşaqlar, funksiyanın qrafiki bu ümumiyyətlə nə funksiyasıdır? Birinci ona baxaq. A(x) üstə yanılsın b funksiyasını xatırladır. Yəni, düz xət funksiyasıdır. Düz xət funksiyası yalnız birinci, ikinci rüblərdən keçirsə, o demək ki, x oxuna paralel düz xəttdən söhbət gedir. Bu düz xəttimiz xatırlayırsınızsa, y bərabərdir c, yəni sabit funksiya idi. Sabit funksiya olması üçün bizdə fikir versə x-imiz yoxdur burada. X-imiz olmamalı, yəni bu ifadə sıfıra bərabər olmalıdır. Bu ifadənin sıfıra bərabər olması üçün və bu da sıfırın üzərində, yəni x oxundan yuxarıda olmaq üçün bu da böyüdür, sıfır olmalıdır. Bu ifadəsi nə olmalıdır? Bərabərdir, sıfır olmalıdır. Ona görə x-in əmsalını sıfıra bərabər edirəm. 4'a çıx 12 bərabər 0. Deməli, hasilləri mənfi 12, cəmləri müsbət 4 edən 6, 2, 6 ilə mənfi 2. Tamam mı? İndi bu ifadə sıfıra bərabər olması üçün a-nın hansı qiymətlərində deməli, a-nın qiymətlərini sil bizdən. A deməli mənfi 2 ola bilər, bir də 6 ola bilər. Amma burada bir şərtimiz var. Bu ifadədə böyük sıfır olmalıdır. Yəni a kvadratı çıxılsın 4 böyüdür sıfırdırsa, a-nın kökləri nədir? Mənfi 2, 2. Onda aralıqlardan qiymətlərimizi versək, deməli, bura mənfi edir. Yəni hər bir aralıqdan qiymətlər qoyursunuz, yerinə hesablayırsınız. Bura müsbət edir, bura müsbət edir. Bizə də böyük sıfır aralıq lazım olduğuna görə mənfi sonsuzdan mənfi 2-yə, 2-dən müsbət sonsuzluğa qiymətlər ödür. Deməli, a-nın hər bir qiyməti, yox, mənfi 2 ödəməyəcək, çünki mənfi 2 qiymətlə nə alır? Bura 0 alır, burada 0 ala bilməz. Ona görə bu qiymətini qəbul edəmirik, yalnız 6 qiymətini götürürük. Keçək növbəti sualımıza. İkinci sualımız. Yalnız maraqlı sualları seçmişəm. Yəni, ən sadələrinə çox da getməmişik. Blok səviyyəsində düşmə ehtimalı olan suallardan danışacağıq. Belə bir düz xətt verilir. Bu M düz xətti, daha sonra 2 düz xəttin çəkilməsi verilir. Bu da N düz xəttidir. Bizə deyir ki, N düz xəttinin tənliyini yazın. Bunların çəkmə nöqtəsini 2 verib, M-in Y oxunun kəsdiyi nöqtəni Y-ini 3 verib. O zaman gəlin birinci M düz xəttinə görə Y bərabərdir. Kx üstə yanılsın B düsturunu yazaq. Y oxunun 3 nöqtəsində kəsdiyinə görə B-miz 3 olmuş olur. Yəni Y bərabərdir. Kx üstə yanılsın 3. Bir də bu düz xəttin K-sını tapmaq üçün onun Y-inin 3-ünün 2-yə nisbəti neçə eləyəcək? 1,5. Onda deməli K-mız da nəyə bərabər olmuş olur? 1,5. Yəni birincidə M-də K bərabərdir 1,5, B bərabərdir 3 olur. Onda 1,5-i də bura yazaq. Birinci düz xəttimizin tənliyini yazdıq. İndi gəldik ikinci düz xəttimizə, N düz xəttinə. N düz xəttinin tənliyini yazanda nəyə diqqət edəcəyik? Uşaqlar, bunlar bir-birinə perpendikulyardır. İki düz xətt bir-birinə perpendikulyar olarsa, şərtimiz budur. K1 vurulsun K2 bərabərdir, mənfi bir şərtim ödəməlidir. Əgər bizim K-mız 1,5-dirsə, vurulsun K2 bərabərdir, mənfi 1-dirsə, K2 də bərabərdir, mənfi 1-i 1,5-ə, yəni 2-də 3-ə bölsək, 2-də 3-ün tərsi 3-də 2 edəcək. Amma mənfi ilə. İndi, deməli, bu N düz xəttinin qrafiki, yəni Kx eqal B-yə görə düsturunu yazsaq, K-mız artıq bəllidir. Y bərabərdir, mənfi 3-də 2, üstə yanılsın B. B-imiz çatmır. B-ni də necə taparıq?
Bu nöqtənin verib də bizə, bax bu nöqtə, həm də bu en düz xəttinə aid olan nöqtədir. Yəni 2, 0 nöqtəsi. Onu da gətirək qoyaq yerinə. Üstdən burada x-imizi unutduq. Deməli x-imiz 2, y-imiz 0-dır. Qoyaq yerinə nə alınacaq? 0 bərabərdir. Mənfi 3-də 2 vurulsun 2, 3-də gəlməsin b. Buradan da b bərabərdir 3-də 4-də. Aparaq b-ni də yazacaq yerinə. O zaman n-in düsturu, n-in düz xəttinin düsturu y bərabərdir. Mənfi 3-də 2x, 3-də gəlməsin 3-də 4 olacaq. Bu da bizim tənliyimiz. Bizdən soruşulan tənlik. Uşaqlar, bax bu tip suallarda ya sizdən hansısa tənliyin və ya hansısa düz xəttin tənliyi istəyirsə, ya həmin düz xəttə aid 2 nöqtə verilir. Məsələn, 1 nöqtə verilir, bir də burada verilsəydi. Verilsəydi ki, məsəl üçün bu nöqtənin x-i tuta atıram 5, nə bilim, y 2,5-dir və s. Belə bir nöqtə verilsəydi, 2 nöqtə verilsəydi, ona görə tapa bilərdik. Yox, əgər bir nöqtə verilirsə, o zaman digər düz xəttinə ya perpendikularlıq şərti verilir, ya da paralellik şərti. Bu arada onu da xatırlayaq. İki düz xətt bir-birinə paralel olanda nə olurdu? Onların k-ları bir-birinə bərabər olurdu. K1 bərabərdir, K2 şərti ödənirdi. Burada nə zaman olurdu? Paralel olarsa. Tamam mı? Gəldi növbəti sualımıza. Y bərabərdir. X kvadratı çıxılsın 4x, üstə yansın 32. Bizdən təyin oblastını istəyir. Qiymətlər çoxluğunu istəyir. Artma aralığını istəyir. Azalma aralığını istəyir. Bunları niyə belə bir çoxunu salmışıq? Əsli qiymətlər çoxluğu, artma və azalma aralığını tapa bilməyimiz üçün biz ilk növbədə bu parabolanın təpə nöqtəsini tapmalıyıq. Gəlin, biraz araşdıraq. Ümumiyyətlə, bir şeyi də burada vurğulayaq. Kvadratik funksiya olsun. Biz bilirik ki, kvadratik funksiyanın qrafiki hər hansısa bir paraboladır. Parabolanın qolları sonsuza qədər sağa və sola getdiyinə görə və onun x-lərinin qiymətləri mənfi sonsuz, müsbət sonsuzdur. Eyni zamanda düz xəttində, eyni zamanda modul x-ində. Tamam mı? Düz xətt funksiyamızın, xətti funksiyamızın, kvadratik funksiyamızın, modul x funksiyamızın təyin oblası mənfi sonsuzluq, müsbət sonsuzluq. Bunu bildik. Təyin oblastımız mənfi sonsuzluq, müsbət sonsuzluq. Qiymətlər çoxluğuna gəlirəm. Bax, hər hansısa bir parabola verilir. Bu parabolanın y-nin qiymətləri, qiymətlər çoxluğu deyəndə biz nəyə başa düşürük? Y-nin. Y-nin gələn qiymətlərinə baxaq. Buradan məsəl üçün atıram, mənfi 3 alır. Daha sonra yuxarı gedirik, digər qiymətlər müsbətə, bura gəldik sıfıra, artıq müsbətə doğru gedirik və müsbət sonsuzluğa doğru irəliləyəcək, düzdürmü? Mənfi 3-dən aşağı bu qrafikin qiymət ala bilirmi? Əlbəttə ki, xeyr, çünki yoxdur, mənfi 3-dən aşağısı yoxdur bu qrafikin, tamam mı? O zaman bu qrafikin ən kiçik qiyməti biz mənfi 3 olaraq qəbul edirik. Bu mənfi 3 nədir? Həmin parabolanın təpə nöqtəsinin y-idir, düzdürmü? Biz parabolanın təpə nöqtəsinin y-ini n-lə, təpə nöqtəsinin x-ını n-lə işarə edirik. Biz mn var bu parabolada, funksiyada məşhur düsturlar m və n. Bax, həmin mn-dən söhbət gedir. M-in düsturu nə idi? Mənfi b böl 2a. N-in düsturu nə idi? Mənfi d böl 4a. Həmin bu n-i taparsınız. N-ini. Bax, bir də bunu burada aydınlıq gətirək. M-lə n-i uşaqlar bəzən, hətta bir çox adam çaşdırır. Deyirlər ki, biri ən böyük qiymətli, biri ən kiçik qiymətli. Yox, belə bir şey yoxdur. Ən böyük qiymətimiz də n-dir. Ən kiçik qiymətimiz də n-dir. Yəni, bu n-in sayəsində tapılır. Yəni, uşaqlar, belə məntiqlə yanaşaq da, bizdən nəyin ən böyüyünü istəyir? Y-in. Nəyin ən kiçiyini istəyir? Y-in. Y qiyməti nədir? N. Yəni, biz y-i ilə əvəz eləmişik də. Axı, m x-in əvəzləyicisidir. Mən m-ə nətər ən böyük ən kiçik qiymət deyə bilim və yaxud hər hansısa birini deyə bilim. Tamam mı? Bunları qarışdırmayaq. N y-in qiyməti əvəzləyicisi olduğuna görə, yəni y 0 olduğuna görə, təpə nöqtəsinin y olduğuna görə, ən böyüyümüzdə, ən kiçiyimizdə n-lə hesablanır. Tamam mı? İndi, biz bu nöqtəyə nəzərdən baxsaq.
Bunun ya gətirib bu düsturdan diskriminantını taparam, qoyaram yerinə, hesablayaram. Hə, bəs bu nədir? Bu nə işə yarayır? Sualını versəz. Yəni birinci bunu hesablayar, sonra bu nə işə yarayır deyərəm. Diskriminant bərabərdir. B kvadratı, yəni mənfi 4-ün kvadratı 16 çıxılsın 4 vurulsun 1 vurulsun 32. O da bərabərdir. 16 çıxılsın 128. Düz hesabladıq, düz hesabladıq. 128. O da bizə verəcək ki, 112. Mənfi 112 elədir. Uşaqlar, hə, bu arada diskriminant mənfi çıxanda uşaqlar sırası qaydır. Ay müəllim, bu belə bir təminlik yoxdur. Var. Tamam, var, amma kökü yoxdur. Əslində bunun qrafiki, bu parabolamızın qrafiki x oxunun üzərində olmalıydı. Yəni bu şəkil simvolik şəkildir. Bunu da bu arada xatırladım. Yəni bunun bizim misalla aidiyyəti yoxdur. Sadəcə bir nümunə izah üçündür. Bunun qrafiki x oxundan belə bir yuxarıda olacaq. X oxun kəsməyəcək. Çünki diskriminantımız kiçik sıfırdır. Tamam. Tapdıq diskriminantı aparaq qoyaq yerinə. M bərabərdir. Mənfi 112 eləyəcək 112 bölünsün 4. A-mız hanı? A-mız da 1-dir. Ona görə 4-də sadəcə. Bunun için səfə düşəcək 2 dəfə 32-28. Demək ki, bunun ən kiçik qiyməti, bax bu parabolanın, bizim parabolamızın ən kiçik qiyməti 28 nöqtəsiymiş. Yəni 28-dən yuxarıdaymış bizim parabolamız. Tamam mı? İndi bunu da tapdıq. Onda bizim qiymətlər çoxluğumuz, yəni y-in aldığı qiymətlər çoxluğu 28-dən yuxarıda. Yəni qiymətlər çoxluğun qabağına yazaq. 28 müsbət sonsuzluq. 28-də təbii ki, bu parabolanın qiymətinə daxildir. Və yaxşı, indi sual. Bu parabolamızın qolları yuxarı idi deyə belə oldu da 28-dən müsbət sonsuza. Bəs qolları aşağı olsaydı, məsəl üçün başqa bir parabolamız var və bunun qolları aşağıdır. Məsəl üçün bura olsun 10 nöqtəsi. Ondan aşağı qiymətlər alır. Düzdürmü? Onda bunun qiymətlər çoxluğu nə olacaq? Mənfi sonsuzluqdan 10-a qədər. 10 da daxil. Aydın oldu mu? Uşaqlar, yəni bu təpə nöqtəsinin eninə görə, enini tapandan sonra ya həmin enindən yuxarı oluruq, qollar yuxarıdırsa, qollar aşağıdırsa, deməli nə olmuş olur? Mənfi sonsuzluqdan həmin enə qədər. Ümumiyyətlə, kvadratik funksiyanın ona görə qiymətlər çoxluğunu yaza bilərik. Mənfi sonsuzluqdan enə qədər və yaxud da ki, n-dən deməli, müsbət sonsuzluğa qədər. Bu da nə zaman olurdu? Mənfi sonsuzluqdan n-ə qədər, yəni bax aşağıdan mənfidən buraya gəlsə, qollar aşağı olanda, yəni a kiçikdir 0 şərti, yəni x kvadratının əmsalından söhbət gedir. Bunun bura mənfi olsa bu şərt ödənir, yox bura müsbətsə n müsbət sonsuzluq, yəni a böyük 0 olarsa. Tamam mı uşaqlar? İnşallah aydın oldu. Artma aralığından danışırıq. Canım da bu şəkli silim. Bu şəkli silək. Bu şəklimiz qalsın. Artma aralığını istəyir məndən. Şöyle artma aralığı deyəndə çox sadə. Funksiyanın şəklini çəkmisənsə, apar qələmvi qrafikin ən sol tərəfinə qoy və qrafik üzrə hərəkət eləyək. Hal-hazırda qələmim hara doğru gedir? Aşağı, yuxarı, təbii ki, aşağı. Onda azalma aralığı. Əgər yuxarıya doğru gedirəmsə, artma aralığı. Tamam mı? İndi bu təpə nöqtəsinin x-i bilmirəm nədir? X-imizdən mənfi sonsuzluqdan x-ə qədər azalırıq. X-dan müsbət sonsuza, yəni x-dan sağ tərəfə artır, x-dan sol tərəfə azalır. Onda artma aralığına nə yazacağım? X-dan müsbət sonsuzluğa, azalma aralığında yazacağım. Deməli, mənfi sonsuzluqdan x-ə. İndi bir sual. Deməli, nə? X nədir? X-i necə tapırıq? Təpə nöqtəsinin x-i. Bayaq qeyd eləmişdik axı. M. Mənfi b böl 2a. Gəlin tapaq. Bu x-i tapmaq üçün neyniyəcəyik? Bunun əksi, b-nin əksi, mənfi b böl 4 bölünsün 2a. A-mız da 1 olduğuna görə 2 cavab edəcək ki, demək bura neçə nöqtəsiymiş? 2 nöqtəsiymiş. O zaman nə olacaq burada? 2-dən müsbət sonsuzluğa, mənfi sonsuzluqdan 2-yə. 2-dən sağa artma aralığı, 2-dən sola, yəni mənfi sonsuzluqdan 2-yə azalma aralığı. Tamam, bunları da yekunlaşdırdıq. İndi
bayaq misalın ortasında bir ifadə işlətmişdim. Nə idi? M-i ən böyük, ən kiçik deyilsə, bəs nəyə xidmət edir? Gördünüz nəyə xidmət edir? M təpə nöqtəsinin x-idir. Artma azalma aralıqlarını tapmağa kömək edir. Və yaxud da bizim x-imizi nə tapdıq? Yəni təpə nöqtəsinin ikisini. Şöyle bir bura diqqət edin. X-in 2 qiymətindən neçə alıb? 28. 28 nə idi? N. Yəni bu funksiyanın ən kiçik qiyməti. Onda mən bu x-imi aparıb bu funksiyanın özündə yerinə qoysam, y bərabərdir 2-nin kvadratı 4, çıxılsın 4 vurulsun 2, üstəyə gəl 32. Bizə eləyəcək 28. Bunu verəcək. Ona görə bəzi suallarda belə qoyurlar sualı. X-in hansı qiymətində və yaxud da dəyişənin hansı qiymətində bu funksiyan ən kiçik, bu funksiyan ən kiçik qiymət alar. Amma bax, dəyişənin qiymətini istəyir məndən. X-in qiymətini istəyir. O zaman X-imizi tapırıq, o zaman M düsturundan istifadə edirik. Şu an mala qatmayaq. Bizdən əgər dəyişənin qiymətində istəyirsə, o zaman M, yox, sadəcə funksiyanın ən böyük qiyməti, funksiyanın ən kiçik qiyməti istəyirsə, o zaman biz nədən istifadə edirik? Y-in, yəni N-in düsturundan istifadə edirik. Bu da belə. Bir sualları elə salmışam daha doğrusu. Həmin suallar üzərində mövzunu başdan izah eləməyə məcburiyyətində qalaq. Və hər bir detalı sizə izah eləməyə çalışıram ki, imtahanda sizə kömək olsun. Gələk növbəti sualımıza, 4-cü suala. 4-cü sualımızda nə deyir? Yenə bir qrafik üzərindəndir. Bizə belə bir parabola verib. Bu parabolamızda bu təpə nöqtəsinin x-ına 3 deyib, bu nöqtəyə 6 deyib, təpə nöqtəsinin deməli y-nə 4 deyib və bizə deyir ki, funksiyanın tənliyin yaz. Yəni bizdən deməli ax kvadrat üstəyə bx üstəyə c funksiyasının tənliyini istəyir. İndi gəlin baxaq. Ax kvadratı üstəyə gəlsin bx üstəyə gəlsin c. Düsturum budur. Şu anda C sərbəst hədini mən bilirəm ki, nəyə bildirirdi? Y-oxun kəsdiyi nöqtəni. Amma burada onu da verməyib, yerinə qoya bilməyəcəm. Onda nə indi şu anda? Bu nöqtənin qiymətləri nədir? 3 və 4. Aparaq qoyaq yerinə. Y-in 4 olur. 4 bərabərdir. A vurulsun x-in kvadratı, yəni 9a, üstə gəlsin 3b, üstə gəlsin c. Bir də bu 6 0 nöqtəsini aparıb yerinə qoyacam. 0 bərabərdir. 36a üstə gəlsin 6b üstə gəlsin c. Biz bunları sistem tənliyi kimi həll eləsək, görək nə verir bizə? Tərəf-tərəfə çıxaq. Tərəf-tərəfə çıxaq. Düz uşaqlar deyir ki, mənim tərəf-tərəfə çıxmaq yoxdur, başa düşdük. Mənfiyə vurub toplayın. Çıxmaq daha praktikdir. 0-dan 4-ü çıxacam, ya da bundan çıxacam xərcəcə. 4-dən 0 çıxacam 4. 9-dan 36a-nı çıxanda bizə nə verir? 27 verir, düzdürmü? 27a mənfi ilə. Bunu çıxanda mənfi 3b, c-lər də islah getdi. İndi bir bunu aldıq. Bir də uşaqlar, bu nöqtəni də mən təyin edə bilərəm də. Necə təyin edərik? Bura bizim x1-imizdir, bura bizim x2-imizdir, bura da x0-ımızdır. Bizim bilirdik ki, parabolanın təpə nöqtəsini, yəni x0-ı tapanda x1 üstə gəlsin x2 böl 2 düsturundan biz onun təpə nöqtəsini tapa bilərik. İndi x0-ım var, 3 bərabərdir. Yəni verdim 6 ilə x1-i toplayanda böləndə 2-yə bizə 3-ü verməlidir. Onda x1-də nə olmalıydı əslində? 0 olmalıydı. Nə gözəl. Onda bizim parabolamız əslində hardan keçirmiş? Düz eləylə, düzdür. Parabolamız onda hardan keçirmiş? Koordinat başlanğıcından keçirmiş. Koordinat başlanğıcından keçirsə, onda hansı nöqtəymiş? C-miz də 0 imiş. Tamam mı? C bərabər 0-ı da tapdıq. İndi bizdən nə istəyir? Funksiyanın tənliyini yaz. Bir də biz bunu tapdıq. Bura qədərin gəldik. Nə gözəl. Bura qədər gəldiksə, funksiyanın təpə nöqtəsinin koordinatı düsturu vardı. X0-ımız, bayaqlarını danışdıq. Yəni M. M-in düsturu nə idi? Mənfi B böl 2A. M-imiz neçədir? Verib bizə 3. 3 bərabərdir mənfi B böl 2A. Buradan deməli nə olmuş olacaq? B bərabərdir mənfi 6A-ya. Uşaqlar, bunu niyə tapdıq?
Fikir verin burada. A'nın B'den asıllığı var. Nə A haqqında məlumatı var, nə B haqqında məlumatı var. Amma buradan, bu düsturdan həmişə köməyimizə çatır. Bu düsturdan B'ni A ilə əvəzləyirəm. Aparaq qoyaq yerinə. 4 bərabərdir. Mənfi 27A çıx 3 vurulsun. B'nin əvəzinə mənfi 6 qoyacağım. Mənfi 6A. O da edəcək 4 çıxılsın 4 bərabərdir. Mənfi 27A. Üstə gəlsin 18A. 4 bərabərdir. Burada da deməli bizə edəcək mənfi 9A. A da bərabərdir. 4 bölünsün 9-a. Mənfi 4 bölü 9-a. A'nın qiymətini tapdıq. Nə gözəl. O zaman B'nin də qiymətini tapaq. B bərabərdir. Mənfi 6 vurulsun. Mənfi 4 bölünsün 9-a. Burada B bərabərdir. 24. Əsl bundan bunu ixtira aparaq. 3, burada 2. Eləcə 8 bölünsün 3. B bərabər 8 bölü 3. C'nin də bildik ki 0 olduğunu buradan. Tamam, nə gözəl. Aparaq qoyaq yerinə. Alınacaq Y bərabərdir. A'nın qiyməti mənfi 4 bölü 9 x kvadratı. Üstə gəlsin B'nin qiyməti 8 bölü 3 x. Şu bitti. C'miz də 0 olduğuna görə 0. Bizim kvadratik funksiyamızın tənliyi bu. Bu tip suallarda bax bu düsturu unutma. Uşaqların çox vaxt bu sistem tənliyi nöqtələri aparıb qoyurlar. Bildim, sənə verib də zaten verib. 6-0 nöqtəsini verib, 3-4 nöqtəsini verib. Sadəcə bu tənliyi də yerinə qoydun, sistem tənliyi aldın. Bunu həll eləmək rahatdır. Amma uşaq gəlir bura qədər deyir, A-nı da bilmirəm, B-ni də bilmirəm, yarımçıq saxlayır. Orada yarımçıq saxlamırıq, orada N-in düsturunu xatırlayırıq, B ilə A arasında asıllıq yaradırıq. Asıllıq yaradandan sonra neyini yerinə qoyub əvəzləyirik, işimiz həll olur. Olar ki, sənə tutaq ki, buranı verməz, x0-ı verməz, x1-i verər, məsəl üçün 0-ı verdi. O zaman neyinə 6 ilə 0-ı topla, böl 2-yə, tap bura 3-ü, yenə də M-in düsturundan keçid edə bilərik. Belə. Bu da maraqlı sualdır. Daha sonra belə bir sual verilib. Fx bərabərdir. X kvadratı üstə gəlsin 3x çıxılsın 2. Cx bərabərdir 3x üstə gəl 5. Bizdən f c1-i istəyir. Uşaqlar, bizdən nə istəyir? F c1-i. C1-i tapmaq üçün gəlin x-in yerinə 1 qoyaq, hesablayaq. C1 bərabərdir. 3 vurulsun 1 üstə gəlsin 5. Yəni neçə edir? 8. Tamam, onda gətirək C1-in yerinə 8 yazsaq, yəni F8-i istəyir bizdən. Apar x-in yerinə 8 qoy, hesabla. 64 üstə gəlsin 24 çıxılsın 2. O da edir 86. Bu da belə biraz rahat sual idi. 6-cı sual. Gəlirik 6-cı sualımıza. Deyir ki, A çıxılsın 3 x kvadratı üstə gəl a x çıx 10 böyüdür 0. A-nın hansı qiymətində, A-nın hansı qiymətində bu bərabərsizlik şərti ödənir. Uşaqlar, biz bayaqların əslində parabola çəkdiyi göstərdi. Bunu anla. Bax, bu sualı işləyə bilmək üçün ola bilər burada böyük 0 verər, kiçik 0 verər, fərq eləməz. Bu sualda biraz məşhur sualdır deyərdim. Yəni imtahanlarda mütəmadi olaraq gördüyümüz suallardandır. Nə deyirəm? Belə bir parabolamız var. İndi bu y qoxun kəsə də bilər, kəsməyə də bilər, fərq eləmir. Bir də belə bir şey var. Və yaxud da bunun biraz burada yer saxlayaq. Və yaxud da bunun tam tərsi olsun. Nə bilim? Belə. Bir də belə bir şey var. Bunları niyə çəkirəm? Uşaqlar, bu şəkildən birincidən başlayaq. Bunun x oxu ilə necə ortaq nöqtəsi var? Bir dənə ortaq nöqtəsi var. Bunlarda diskriminant bərabər 0 olur. Xatırlayırsınızsa kvadrat tənlikləri nə zaman kvadrat tənliyin bir kökü olurdu, o zaman ki diskriminant bərabər 0 olurdu. Tamam, bir kök nə deməkdir? X oxunu bir nöqtədə kəsir, yəni toxunur. Yaxşı, nə zaman kökü olmurdu, yəni nə zaman x oxunu kəsmirdi? Ya
bu formada x oxundan yuxarıda qollar yuxarı, diskriminant kiçik 0. Yaxud da ki, bu formada qollar aşağı, yenə diskriminant kiçik 0. Hər iki halda kəsmir. Mənə maraqlı olan budur. X oxun kəsmir, kökü yoxdur. Kökü yoxdursa diskriminantları kiçik 0-dır. Bəs burada 2 nöqtədə kəsir. 2 nöqtədə kəsirsə diskriminantı böyük 0-dır. İş öncə bunu anladıq mı? Bunu bir qəbullanaq. Bunu qəbullandıqsa, indi gəlirik bizim misalımıza. Bizdə bərabərsizlikdə, bərabərsim, yəni mənim kvadrat tənliyim, yəni mənim parabolam böyük 0 şərtini ödəməlidir. Uşaqlar, bu şəkildə hansı parabola yalnız müsbət qiymətlər, yəni y-dən söhbət gedir ha. Y-i yalnız müsbət qiymətlər alır. Bax, bu parabolanın y-i burada nə alır? Mənfi. Bunu unut. Mənfi. Aşağısa, yəni x-dən aşağıdadırsa, demək ki, mənfi qiymətlər alır da. Bax, burada müəyyən qədər, deyərsən ki, burada müsbət alır mı? Alır. Amma eyni zamanda mənfi də alır axı. Burada nə deyir? Yalnız müsbət olsun. Sıfırdan böyük olsun. Hətta sıfır da olmasın. Uşaqlar, bu da sıfır da alır axı burada. Onda bu qrafiklərin heç biri uyğun gəlmir. Yalnız bu qrafik uyğun gəlir. Nə gözəl. Bu qrafikin özəlliyi nə idi? Diskriminant kiçik 0, x oxun kəsmir. Və qollar yuxarıda axı. Qollar yuxarıdırsa x kvadratın əmsalı, yəni bizim bildiyimiz a-mız, yəni ax kvadrat üstəgəl bx üstəgəl c düsturunda a-mız böyük 0 şərtini ödəyir. Onda bunun da a dediyimiz x kvadratın əmsalıdır. Böyük 0 şərtini ödəsin. A böyüdür, 3 ödədi. Tamam mı? Digərinə baxaq. Diskriminant kiçik 0 şərtinə. Burada uşaqların ən çox çaşdığı nədir? Həmişə bunu deyirəm. Yaza danışaq. A kvadrat çıxılsın 4 vurulsun. A çıxılsın 3 vurulsun mənfi 10. Ən çox çaşdığı nədir? Deyirlər ki, müəllim, burada böyük 0-dır. Ağıllarına bir şey gəlmir. Deyir, amma diskriminantla nəsə bir əlaqəsi var. Götürür, diskriminant böyük 0 yazır. Deyirəm, niyə? Deyir, müəllim, burada böyük 0-dır. Yox, böyük 0-dır deyə diskriminant böyük 0 götürmək lazım deyil, bu olmaz. İndi nə edirik? Bu ifadəni yazaq, tapaq. A kvadrat çıxılsın 4A. Burada mənfi var. Bəlkə birbaşa yazaq. Mənfini vursaq. Deməli, müsbət 10, müsbət 40, müsbət 40A. Müsbət 40A. Deməli, çıxılsın 120. Bu ifadə nə olmalıdır? Kiçik 0 olmalıdır. Kiçik 0 olmalıdır. İndi bunun, burada deyəsən rəqəmləri təsadüf yazmışıq deyə, biraz rəqəmlər qəribə alınacaq. 1600 çıxılsın, 4 vurulsun 120, 480, o da eləyəcək 1120. 1120 edir də. 1120. Onda deməli A1 bərabərdir. Mənfi B, yəni 40, mənfi 40 çıxılsın kök altında 1120 bölünsün neçədir? 2A, A'mız da ki burada 1-dir. Deməli 2. O da bərabərdir. 1100-dən təxminən 900-dən 30 çıxır. 1120-dən təxminən çıxar. Deyək 30 neçə çıxır da. Burada 70 neçə, 70 neçənin də 32 götürsək, 32, 33. 33 falan götürək. Nəsə, 70 neçə çıxır, 72 deyək, 70-in də 2-yə bölündü, mənfi 36 təxmini qiymətindən danışırıq, təxmini qiymət. Burada A2-ni tapsaq, mənfi 40 üstəyənilsin, təxmini olaraq 35 deyəcəm, nəsə 35 nə qədər bölünsün 2. Təbii ki, təxmini qiymətdən alınacaq uşaqlar burada mənfi 2.5, müsbət 2.5, yox, mənfi 2.5, mənfi 2.5 və s. İndi ədəd oxunda bunu qeyd edərik 2 nöqtəni, mənfi 2.5. Çünki biz bərabərliyi əldə edirik. Bərabərliyi əldə etmənin də ən rahat yolu budur. Buradan da deməli mənfi 36, mənfi 36, mənfi 2.5. Bu aralıqlardan qiymətləri götürək. Sıfırımız buradadır. Sıfırı verdiyimiz zaman bunlar sıfır, mənfi, müsbət, mənfi. Bizə də kiçik sıfır arağı lazım olduğuna görə. İndi burada təbii ki, qeyri-direkt cavablar tapıldı. Kimsə deməsin ki, orada səhv hesabladıq və s. Bəli, səhv hesabladım, təxmin atdım. Cavabları tapandan sonra sizə təbii ki, imtahanda bu formada verilməyəcək, rəqəmlər düzgün veriləcək. Qiymətlərimizi yazdıq, köklərimizi tapdıq, yazdıq. Kökləri tapandan sonra aralıqdan, məsələn, mənfi 2.5-in sağında bir qiymət desək, məsələn, mən 0 götürdüm.
Həmişə çox vaxt 0 götürürəm, əgər 0-ın özü kök deyilsə. Buradan 0 götürdüm, qoydum yerinə. 0, 0, elədinə mənfi 120, mənfi, onda müsbət, mənfi qiymətlərimizi alırıq. Bizə deməli, kiçik 0 aralığı lazım olduğuna görə mənfi sonsuzluqdan birinci qiymətime, yəni A1-ə qədər dəqiq yazsaq belə. A1-in özü daxil deyil, fikir verin. Niyə? Çünki burada bərabərsi, bərabər işarəsi yoxdur. Birləşmə olacaq nə? Mənfi 2.5, yəni A2 müsbət sonsuzluq. A2-dən müsbət sonsuzluq. Belə bir qiymətlər çoxluq alırıq. Deməli, A-nın bu qiymətlərində funksiyamızın bu şərti hər zaman ödür. Yəni, bu aralıqdan başqa bütün qiymətləri belə desək, daha qəşəng olar. Bu hissəni mütləq bilin. Çünki bu sual həqiqətən, bu sual tipi düşür, çox düşür. Yəni, sınavlarda, qəbullarda başqa formatda fırladıb verirlər sualı, amma ki, mütləq ki verirlər. Mütləq ki verilir. Gəldik növbəti sualımıza. Növbəti sualımıza nə deyir? Y bərabərdir. X kvadratı çıx 6x, 7-ci sualımızda səhvləməmsə, üstə gəlsin 15. Parabolasın. Birinci deyir, təpə nöqtəsinin koordinatlarını tap. Təpə nöqtəsini tap. İkinci deyir ki, absisofla nəzərən simmetrik parabolanı qur. Çox qəşəng yazdım. Absisə nəzərən. Üçüncü, ordinata nəzərən. Dördüncü, koordinat başlanğıcı nəzərən. Başlanğıcı nəzərən. Simmetrik parabolaların düsturlarını istəyir. Bax, funksiyanın özü verilir. Nə gözəl. Birinci deyir, bunun təpə nöqtəsi. Təpə nöqtəsi bayaq nə dedik? M və N-in tap demək istəyir. Şu an M-in düsturu nə idi? Mənfi B bölü 2A. M bərabərdir mənfi B, yəni bunun əksi. 6 bölünsün 2, A-mız da 1-dir. Elədir 3. Aparıb yerinə qoysam N-imi taparam və yaxud da ki, N-in düsturu ilə mənfi D bölü 4A ilə taparsan, necə istəyirsən elə. Mən yerinə qoyacam. 9 çıxılsın 18, üstə gəlsin 15, o deyir 6. Tapdıq. Təpə nöqtəsinin koordinatlarını tapdıq. Bu x-indir. 3, 6. Absisə nəzərən simmetrikini tap deyir. Şöyle bunun daha rahat yolu nə edəcəyik? Bunun mörtəzə kvadratlı şəklinə gətirməyə çalışacağım. Bu arada ən böyük, ən kiçik qiymətini bu formada tapmaq olur. 6x üstə gəlinsin 9 üstə gəl 6 formatında yazdım. 9-un üstə 6 gəlindir, yenə 15 verir. Niyə belə yazdım? X çıxılsın 3-ün kvadratı, üstə gəlinsin 6-nı ala bilim. Uşaqlar, təpə nöqtəsinə baxın. Bu formaya salandan sonra təpə nöqtəsində rahatlıqla yazmaq olur. Bu mörtəzəndəkinin əksi mənə x-ini verir. Bu isə y-in öz qiymətini verir. Biz bilirik də bunun düsturumuzdur. Nətərdir? X çıxılsın m-in kvadratı, üstə gəlsin n formasında yazıb. M-lə n bizim elə bu m-lə n-imizdir. Yəni təpə nöqtəsinin koordinatlarıdır. İndi buradan y bərabərdir. Gəlin bunun təxmini qrafikini quraq. Təbii ki, təxmini grafikidir. 3 nöqtəsi hara düşür? 6 nöqtəsi düşdü bura. Təpə nöqtəmiz buradadır. Bir də beləsinə 15 nöqtəsindən keçir. Çünki bizim C-miz sərbəst xəttimiz nə idi? 15. 15 nöqtəsindən keçən belə bir paraboladır. Parabolamızı çəkdik. Bura 6, burada 3. İndi mən bunun x oxuna nəzərən simmetrik qrafikini qurmaq istəyirəm. Həmin parabolanı qurmaq istəyirəm. O zaman bura 6-dırsa, yəni buradan bura məsafə nədirsə, buradan bura məsafədə eyni şey olmalıdır. Mənfi 6 nöqtəsindən başlayan və mənfi 15-dən keçən bir dənə belə bir parabolamız olmuş olacaq. İndi mən bunun bu formada qrafikini, düsturun tənliyini necə yazım? Y bərabərdir. Nə dəyişdi? Dəyişən təpə nöqtəsinin x-i dəyişdi mi? Dəyişmədi. Oldu x çıxılsın 3-ün kvadratı. Amma təpə nöqtəsinin y-i dəyişdi. Oldu nə? Mənfi 6. Bir də qollar aşağı düşdü deyə qarşısına mənfi atacağım. Şöyle fikir verdiniz nə dəyişdi? X-ə nəzərən dediyinə görə x-imiz dəyişmədi. Y-imiz dəyişdi. 6-dan mənfi 6-ya keçsi. Qollar aşağı düşdü deyənə qarşısına mənfi atdıq. İndi bu parabolanın, eynən bunun əsas parabolamız budur. Bunun y-ə nəzərən simmetriyasını tapsaq. Bura 6-dır, bura 3-dürsə mənfi 3-ə keçəcəyik. Və təpə nöqtəsi burada olacaq. Yenə 15-dən keçmək şərti ilə 15-dən keçən belə bir simmetrik parabola çəkək.
İndi bunun tənliyi necə tapılacaq? Y bərabərdir. Bu zaman 3'ümüz mənfi 3'e keçibdir. Onda x üstə gəlsin 3'ün kvadratı, üstə gəlsin 6. Y-imiz də müsbət 6 olaraq qalır. Qollar yuxarı deyəndə qarşıya mənfi falan atmırıq. Sadəcə nə dəyişmiş oldu? Bax, belə danışaq, loğru dildə desək və əzbərçi formada desək, y-ə nəzərləndirsə, x-im dəyişir, y qalır. X-ə nəzərləndirsə, x-im qalır, y-im dəyişir. Sadəcə qollar aşağı olduğuna görə mənfi atırıq. Koordinat başlanğıcı nəzərləndirsə, uşaqlar, bunun təpə nöqtəsi buraya gəlir düşür və belə bir simmetrik parabol alırıq. Bunu yazanda həm x-i dəyişir, həm y-i dəyişir. X-i dəyişsin, üstə gəl 3. Y-im dəyişsin, üstə gəl 6, çıx 6. Və qollar aşağı deyə qarşısını mənfi atırıq. Bu da belə. Bu da təbii ki, hamısı bir arada düşmür. Ya buna, ya buna. Hər biri 4 sualı birdən izah eləmiş olduq. Maraqlı bir sualdır, çox maraqlı sualdır. Bizə deyir 3 dənə AO bərabərdir AB-yə. 3 dənə AO, yəni mən buraya x yazsam, bütün AB məsafəsi 3x olacaq. Onda bura nə olacaq? 2x olacaq. Uşaqlar, gəlin belə danışaq. Bu nöqtəmizin deməli qiyməti, buradan buraya x olduğuna görə mənfi tərəfdə axı, mənfi x yazım. Buradan bura bütövlükdə 3x idi, onda bura 2x-dirsə, 0-dan b-yə qədər məsafə, bura yazacağım müsbət 2x. Və biz nə bilirdik? Deməli, orta nöqtəni, birinci buradan həm orta nöqtənin təpə nöqtəsinin koordinatda tapa bilərik, necəsini deyəcəm isə. Şöyle, bura x1'imiz, bura x2'mizdir, düzdürmü? x1 ilə x2'nin cəmi, x1 üstə gəlsin x2'nin cəmi və yaxud heç bundan getməyək. İçəyin düstur nə idi? N bərabərdir mənfi b böl 2a. Bunun əksi nədir? Mənfi 4 bölünsün 2 vurulsun mənfi 1. O dedəcək neçə edir? 2 edir. Deməli, bu təpə nöqtəsinin koordinatı neçə imiş? 2 imiş. Bura qədər nə gözəl. Tapdıq. Təpə nöqtəsinin koordinatı 2. Buranı mənfi x-dən qeyd elədik, buranı 2x-dən qeyd elədik. İndi gəlin görək nə baş verir. Biz bilirdik ki, bunların ikisinin cəmi bizə nə verməlidir? Mənfi b bölünsün bunu. Düzdür? Yəni x1, yəni mənfi x üstə gəlsin 2x bərabərdir. Bunun əksi mənfi b bölünsün mənfi bu idi də cəmlər x1 üstə gəlsin mənfi b bölünsün a. Orada da bizə deməli mənfi 4 bölünsün mənfi 1, o deyəcək 4. O zaman x bərabərdir 4-ə. X 4-sə, onda buranın qiyməti neçə imiş? Mənfi 4 nöqtəsi imiş. Bura neçə imiş? 8 nöqtəsi imiş. Tamam mı gənclər? Onda bu şərtdə ödəyirmü? 8 ilə mənfi 4-ü toplayanda 4, 2-yə böləndə bəli 2. Tamam, əla. Biz 3 dənə məlumat aldıq parabola haqqında. Mənfi 4, 0 nöqtəsi, 8, 0 nöqtəsi bu parabola aiddir. Aparaq qoyaq yerinə. Yerinə qoysaq böyük ehtimalla cavabımızda çıxacaq. 8-i qoysaq 8, 0 nöqtəsini 0 bərabərdir. Mənfi 64 üstə gəlinsin 32, çıxılsın 8 çıx k. Digər tərəfdən mənfi 4-ü qoysaq yerinə 0 bərabərdir. Mənfi 16 çıx 16 çıx 8 çıx k. Belə bir şərtdir. Əslində ikinci belə ehtiyac yoxdur. Üzülürsən, boş-boşuna vaxtımızı aldıq. Buradan deməli nə alınacaq? Bunlar getdi. Mənfi 32, mənfi 8 də burada. Mənfi 40 atdıq o tərəfə 40. 40 bərabərdir mənfi k-ya, k bərabərdir mənfi 40-a. Cavabımızı tapdıq. Hesablamadıq. Mənfi 32, mənfi 8, mənfi 40 atdıq o tərəfə. Doğru. K bərabərdir mənfi 40-a. Bu da belə. Keçsin növbəti sualımıza. Doqquzuncu sual. Y bərabərdir. X kvadratı üstə gəl ax üstə gəl b funksiyasının qrafiki ox oxunu apsisi ox oxunu x oxunu kəsir və apsisi kök altda 2 çıx 1-in kvadratı olan nöqtədə kəsirsə a üstə gəl b-ni bizdən istəyir. Sonra gəlin birinci bizdən nə istəyirlərinə baxaq. A üstə gəl b. A nədir? x1 üstə gəlsin x2. Bunun əksidə daha doğrusu, düzdürmü? x1 üstə x2 bərabərdir mənfi a-ya. x1 vurulsun x2 bərabərdir nəyə? B-yə. Burada əmsalımız 1 olduğuna görə
Bunu belə yazaq. A bərabərdir bunların cəminin əksinə. İndi bu da deyir ki, x oxun kəsdiyi nöqtədir. Nə deyir? Funksiyanın qrafiki o x oxunu apsisi bu olan nöqtədə kəsir. Uşaqlar, yəni x1-imiz budur. Və şərtdə bir dənə də əlavə qeyd var. Rasional əmsallıdır. Rasional əmsallıdırsa, demək ki, birinci bunu sadələşdirək. Bizə nə verəcək? 2 üstə gəlsin 1 çıxılsın 2 kökdə 2. Yəni 3 çıxılsın 2 kökdə 2. Uşaqlar, bunların cəminin bizə rasional ədəd verilməsi üçün bunu öz qoşması ilə toplamalıyam və öz qoşmasından vurmalıyam ki, bizə rasional əmsallı ifadələr versin. O zaman x1-imiz bərabərdir 3 çıxılsın 2 kökdə 2. X2-miz olacaq bunun qoşması 2 kökdə 2, 3 üstə gəl 2 kökdə 2. İndi x1 üstə gəl x2 nə verəcək bizə? Bunları alt-alta toplasaq, mənfilər kökdə 2-lər, köklər gedəcək yəni bu ifadələr. Qalacaq 6. Olacaq a bərabərdir mənfi 6-ya. Bunları bir-birinə vursaq, deməli bir dəfə fərqi, bir dəfə cəmi bir-birinə vursaq, a kvadrat çıxıb b kvadratı müxtəsər vurma düsturuna əsasən 9 çıxılsın 2 kökdə 2-nin kvadratı, o da 8 edir, o da eləyəcək 1. Apart bunun yerinə 1 yazırıq. Uşaqlar, deməli a mənfi 6-dır, b də 1-dir. Mənfi 6 üstə gəlsin 1 bərabərdir mənfi 5-ə. Bu da maraqlı suallardan biri. Və 10-cu sualımız, bu videomuzun son sualı. Qalanların digər videoda izah edirik. Y bərabərdir, ax kvadratı çıxılsın, bx üstə gəlsin 10, y bərabərdir mənfi 2, y mənfi 2 bərabərdir 20 olarsa, 2a üstə gəl b funksiyasını, ifadəsinin qiymətini tapın. Məncə rahat sual olar. Mənfi 2 20 edirsə, aparaq qoyaq yerinə. 20 bərabərdir 4a mənfi 2-ni burada yerinə qoysaq. Eləyəcək üstə gəl 2b üstə gəlsin 10. Onda buradan 4a üstə gəlsin 2b bərabərdir 10 eləyəcək. Bizdən istədiyinə diqqət edin uşaqlar. Bizdən tam olaraq bunun yarısını istəyir. Onda hər tərəfi 2-yə bölsək, 2a üstə gəl b bərabərdir 5-ə. Cavabımız elədir 5. Bu da belə. Növbəti suallara biraz video uzun alındı. Hər şeyi detallı izah eləməyə çalışıram. Ona görə qalanını, yəni ardını növbəti videoda izləməyə mütləq keçin, baxın. Növbəti videoda görüşəndə özünüzə yaxşı baxın, hələlik.